Salam əziz şagirdlər. İndi sizə funksiyalar mövzusunun ümumi qarışıq testlərin izahını verəcəm. Başlayaq birinci sualdan. Qeyd olunur ki, D nöqtəsi B-nin hansı qiymətində qrafikin üzərində yerləşir. Məlum məsələdir ki, mötərizənin içində verilən birinci x-in qiyməti, ikinci isə y-in qiymətidir. Deməli, gətiririk x-in yerinə 8 yazırıq, y-in yerinə isə b yazırıq. Olacaq onda burada b bərabərdir kök altında 25 üzərinə gəlinsin. Burada x-in yerinə 8 yazanda 3 vur 8 24 eləyəcək. Bunları toplayanda kök altında 49 eləyəcək və buradan çıxacaq 7. İkinci sualda funksiyanın təyin oblastını soruşur. Təyin oblast deyəndə söhbət x-in qiymətindən gedəcək. Baxıram nəyə? Məxrəcə. Burada p-nin qiyməti 3,14-dür. Deməli, 3,14-dən 3-ün çıxanda 0,14 qalacaq, yəni ifadə müsbətdir. Kökaltı ifadədə hər zaman müsbət olmalı. Deməli, yuxarıda müsbət olmalıdır ki, müsbətlə müsbət bizə müsbət versin. Deməli, x minus 8-i böyükdür, bərabərdir 0 götürürük. Buradan da x böyükdür, bərabərdir 8. Deməli, olacaq cavabımız 8-dən böyük ədədlər. Yəni 8-dən müsbət sonsuzluğa düzgün cavab olacaq D variantı. Soruşur K ilə B-nin işarəsini. Demişdik ki, Y kəsdiyi nöqtə B nöqtəsidir. Sıfırdan aşağıda yerləşdiyinə görə B-nin qiyməti sıfırdan kiçik olacaq. Buradakı bucaq iti bucaq olduğuna görə deməli K-nın da işarəsi sıfırdan böyük olacaq. Deməli B mənfi, K müsbət. Hansı variantdadır baxaq? C variantında. Dördüncü sualda funksiyanın təyin oblastını tapın deyir. Əslində bu sualı variantlarla işləmək daha rahatdır. Məsələn, x-in yerinə götürürəm 1 yazıram. X-in yerinə 1 yazanda alınır burada 2, çıxılsın 3. Alınacaq mənfi 1. Kökün içərisində mənfi 1 olmaz. Deməli, x-in yerinə mən 1 yaza bilmərəm. Hansı araqla 1 var silirəm. Burada 1 var atıram, 1 var atıram, 1 var atıram. Qaldı 2 variant. Baxıram burada 0 daxildir, amma burada 0 daxil deyil. Gəlin görək 0-ın daxil olub olmağı necə olacaq. X-lərin yerinə 0 yazıram. 2 üstü 0 çıxılsın 3 üstü 0. Bu da bizə 1 çıx 1, yəni 0 verəcək. Yəni kök altında 0 olar. Deməli 0 daxil olacaq. Düzgün cavab olacaq B variantı. Sual 5-də 5 üçün bir dənə ayrıca yer açaq. Beşinci sualda qeyd olunur ki, eləyim, tam görünür bu sual. Aha. P-nin hansı, P-nin və Q-nun hansı qiymətlərində? Deməli, P-yə sual verdi, Q-ya sual verdi. Biz bilmirik nəyə bərabərdir. A nöqtəsi 4 və 2,5-dir. Parabolanın təpə nöqtəsi. Təpə nöqtənin düsturları. Birinci yer x0-ın düsturudur, yəni ikinci yer y0-ın düsturudur. X0-ın düsturu bizdə mənfi B bölünsün 2A idi. Y0-ın düsturu isə 4AC çıxılsın B-nin kvadratı bölünsün 4A-dır. Gətiririk, hər ikisini hesablayırıq. Yerinə qiymətləri yazıb da. Baxıram bura. A-nın qiyməti 1, B-nin yerində P durur, C-nin də yerində Q durur. Deməli, yazıram x0, yəni burada 4 verilib, yerinə 4 yazıram. Bərabərdir, mənfi. B-nin yerində düstura baxırıq ki, P durur. Aşağıda da 2 vurulsun, 1 elə 2 eləyəcək. Buradan P-ni tapacam mən, mənfi 8. Bu oldu bizdə P-nin qiyməti. Getdi indi Q-nun qiymətini tapmağa. Y0-ın düsturunda gətirib yerinə 2,5 yazdım Y0-ın yerinə. Bərabərdir. 4 vurulsun. A-nın qiyməti 1, C-nin qiyməti Q. Çıxılsın B-nin kvadratı. B-nin də yerində P durur. P-nin cavabı isə 8-dir. Deməli, mən bura 8-in kvadratı, yəni 64-ü yazmalıyım. Bölünsün 4 vurulsun 1-ə. Buradan bu surətdə 4Q çıxılsın 64 bərabərdir. Bu 4-ü çarpaz 2,5-ə vuram, olacaq 10. 4Q bərabərdir 74-ə. Q da bərabərdir buradan 18 dəfə 72 eləyir, qalır 0,5. 18,5. Deməli, P-nin qiyməti mənfi 8, Q-nun da qiyməti olacaq 18,5, olacaq düzgün cavabımız Y variantı. Baxalım sual 6-ya. Azalma aralığını soruşur. Funksiyanın azalma aralığı deyən zaman biz funksiyanın törəməsinə baxırdıq. Funksiyanın törəməsi 0-dan kiçikdir, bərabərdir olanda funksiyanın azalma aralığını tapmış oluruq. Törəməni tapanda buradan 2x çıxılsın 10, kiçikdir, bərabərdir 0. Buradan 2x kiçik bərabərdir 10, x də kiçik bərabərdir 5. Yəni 5-dən kiçik ədədlər. Mənfi sonsuzluqdan 5-ə qədər. A variantı. Burada isə transkripsiya olmalıdır. 7-ci sualda
K ilə B-nin işarəsini təyin etməliyik. Yenə baxıram burada. Sıfırdan yuxarıda kəsdiyi nöqtə B nöqtəsidir. B-nin qiyməti deməli sıfırdan böyükdür. Buradakı bucağımız kör bucaqdır. K-nın qiyməti isə mənfidir. K mənfi B müsbət D variantı olacaq. Gəldik sual 8-ə. Parabola ilə bağlı birinci necə? A-nı, B-ni, C-ni təyin eləyəndə. A-nın işarəsi qollara görə təyin olunur. Baxıram, qollar yuxarıyadır. Deməli, A müsbətdir. Bu kəsişdiyi nöqtə C nöqtəsidir. C sıfırdan yuxarıdadır. C-dən müsbətdir. Və C-dən sonra, C-dən həmin anda bax, yuxarıya qalxır. Deməli, B-də nədir? Müsbət. Hər biri müsbətdirsə, bizdən doğrunu soruşur. Deməli, cavab müsbət olmalıdır. Olacaq onda C variantı. Funksiyalardan hansı cüt funksiyadır? X-in yerinə mənfi x yazacağım. Cüt funksiya nə deməkdir? X-in yerinə mənfi x yazanda qayıdıb misalın özünü alsam, özü alınmalıdır. İndi baxıram bura. Burada x-in yerinə mənfi yazsam, kvadratı müsbəti verəcək, qayıdacaq. Amma burada x-in yerinə mənfi yazsam, mənfi sinus x eləyəcək. Baxıram ki, özü alınmadı, mənfi alındı, getdi. X-in yerinə burada mənfi yazsam, mənfi x olacaq. Kosinus cüt funksiya deyə mənfini udur, qayıdır müsbət kosinus x olub. Deməli, burada getdi. Y variantında tangensdə x-in yerinə mənfi yazsam, mənfisini qabağa çıxardacaq. Olur belə. Mənfi tangensi 2 çıxılsın 1. Bu da olmaz. Gəlirəm indi A variantına çıxarın, gəlin niyəsini izah edeyim sonra. Kub var. Kub olanda əksinə dəyişir də. Mənfi yazsam kubu mənə müsbət verəsi deyil ki, bu da mənfi verdi. Üzərinə gəl, kosinus da mənfini udacaq. Ona görə burada müsbət kosinus olacaq. Baxıram, bayaqki şeyin misalının özü alınmadı. Bunu da atıram gedir. Amma C variantına baxıram. X-in yerinə mənfi yazsam kosinus mənfini udur. Oldu buradan müsbət kosinus. Və burada kvadrat var. Mənfi olsa da kvadratı onu qayıdıb yenə müsbət eləyir. Qayıtdı misalın özü alındı. Misalın özü alındığına görə cüt funksiya C variantı olacaq. Funksiyanı verib bizə parabolanın üzərində olan nöqtəni soruşur. Deməli, birinci mötərizənin içində x-in, bu da y-in qiyməti gətirək, qiymətləri yerinə yazaq, A hərfini tapalım. Gətirirəm birinci yazıram, x-in yerinə 2 yazıram. 2-nin kvadratı 4, 2a çıx 5 bərabərdir. Y-in də yerinə mənfi 5 yazıram. Buradan alınır ki, 4 çıxılsın 2a bərabərdir 0-a, 2a bərabərdir 4-ə, a da bərabər oldu 2-yə. Gətirirəm misalda a-nın yerinə 2 yazıram indi. Fərqli rənglə yazaq, qarışıq olmasın. Olur x kvadrat minus 2x minus 5. Gəldim bunu yazandan sonra bizdən soruşur ki, parabolanın təpə nöqtəsinin koordinatlarını tapın. Təpə nöqtənin koordinatlarının x0-ını tapsam, düsturumuz mənfi b bölünsün 2a idi. B-nin yerinə mənfi 2 yazsam, burada bir mənfi var deyə getdilər, müsbət 2 bölünsün 2. Bu bizə verəcək 1. Mən ya y0 düsturundan 4 AC ilə hesablamalıyam cavabı, ya da gətirirəm bu biri, bu misalda x-lərin yerinə yazıb y tapıram. Y0 bərabərdir. 1-in kvadratı 1, 2-ni 1-ə vuranda 2, çıxılsın 5. Bu da bizə verəcək mənfi 6. Deməli, düzgün cavabımız olacaq 1 və mənfi 6. 1 və mənfi 6 A variantı. Sonra baxaq növbəti suala. Növbəti sualımız 11-ci sualdır. Deməli, baxıram nəyə? Mürəkkəb funksiyanın düsturunu tapın deyir. Baxıram nəyə? Görək kim hansı funksiyanın içərisindədir. Deməli, f qalıb, gəlib j funksiyası f-ə daxil olub, görürsünüz. Deməli, bu f qaldı və bu qaldı. Bu j funksiyasının cavabı gəldi bunun yerinə və bu x-in yerinə. Olacaq onda x-in yerinə yazıram 2x və bunun da kvadratı. Bu da eləyəcək 4x-in kvadratı. Düzgün cavab olacaq onda B variantı. Sonra parabolanın tənliyi ilə bağlı mən dərs keçəndə izah eləmişdim ki, birinci nə etmək lazımdır? Qollara baxıram. Qollar yuxarıyadır. Qollar yuxarıdırsa müsbət olmalıdır. B variantı qrafik deyil, müsbət hamısı müsbətdir, üstü getdi. C variantında atıram, çünki bununla bağlı bir sual yoxdur. Mötərizə mütləq olmalıdır. İndi baxıram nəyə? Burada mənfi 1-dirsə biz axtarmalıyıq müsbət formada. Buradan müsbət 3-dürsə biz axtarmalıyıq mənfi formada. Harda var bu? X üstə gəl 1 və x çıx 3. X üstə gəl 1, x çıx 3. A variantında var. Всё, getdi. Gəldik bura. Cüt funksiyanın qrafiki. Cüt funksiyanın qrafiki y oxuna nəzərən simmetrik olmalıdır. Y oxuna nəzərən simmetrik olan funksiya da y variantındadır. Baxın bura, y variantına. Y oxunu qoydum buradan. Gördünüz? Sağında və solunda eyni şeyi görməliyik. Bax, simmetrik. Bu nöqtəni və bu V hərfini eyni təqdirdə solda da görürəm. Deməli, bu olacaq cüt funksiyanın qrafiki. Tək funksiya desəydi, tək funksiya çarpaz olmalıdır. Baxın, bura ilə bura. Gördünüz, çarpaz şəkildə yerləşib. Deməli, B variantı tək funksiyanın qrafikidir.
A variantına baxsam, baxın, qolun biri uzundur, biri balaca. Bu əgər olsaydı bununla bərabər eyni, onu da cüt funksiya kimi nəzərə almaq olardı. Gəldik sual 14-ə. Funksiyanın qiymətlər oblastını tapın deyir. Qiymətlər oblastı deyəndə söhbət y0-dan gedəcək. Y0-ın düsturundan hesablasaq, deməli, y0 düsturumuz y0 bərabərdir 4ac çıxılsın b-nin kvadratı bölünsün 4a. Gətirək qiymətləri yerinə yazaq. 4 vurulsun a-nın qiyməti görürəm buradan -1, c-nin qiyməti də -6. Çıxılsın 5-in kvadratı, yəni 25. Bölünsün 4 vurulsun -1. Bərabərdir. Bu oldu -24, çıxılsın -25, daha doğrusu çıx 25, bölünsün -4. Oldu -49, bölünsün -4, mənfilər də getsə 49 bölünsün 4. Baxıram misalın özü kökün içində olduğuna görə mən də bunu kökün içində yazıram. 49 böl 4. Buradan çıxacaq onda 2-də 7. Yadda saxlayırıq ki, əgər x kvadratının əmsalı mənfidirsə, düsturumuz belə idi. 0-dan y0-a. Təyin oblastının düsturu belə idi. Yox, əgər müsbət olsaydı, y0-dan müsbət sonsuzluğa qədər davam eləyərdi. Deməli, bu a mənfi olan hal idi. Bizə lazım olacaq bu yaşılla yazdığım. Bir dənə də əlavə olaraq sizə başqa rənglə yazıram. Bu isə normalda a hərfinin 0-dan böyük olduğu haldır. Bizə lazım olacaq bu tayı. Çərçivəyə aldım. İndi baxıram nəyə? Y0 tapmışam 2-də 7. Gətirəm burada yerinə yazıram. Olur onda 0 və 2-də 7. Bunu tapdım. Bu cavabım deyil. Niyə? Çünki qabaqda bir dənə də üstəgəl 3 var. Deməli, 3 üstəgəl yazmalıyam. 3-ü də bunların üzərinə gəldim. Bunun üzərinə 3 gəldim, bunun üzərinə 3 gəldim. 0 ilə 3 toplayanda 3 verəcək. 2-də 7 ilə 3 toplayanda eləcək 2-də, baxın 2-ni 3-ə vururam 6, üstə 7 gələndə 13. Və yaxud da ki, başqa nə formada saxlaya bilərik? Belə cavabı yoxdurmu variantlarda? Haradasa hesab səhv etməmişik ki. 0 ilə 3 topladım. Burada problem yoxdur. 2 dəfə 3, 6. Bəlkə hesablama səhv eləmişəm burada düsturda. 4 vurulsun A -1, C -6, -24, çıx 25, bölünsün 4, -4. Sürət mənə 49 verəcək. Aha, doğrudur. A, -24 eləmir axı burada. Hə, müsbət 24 eləyəcək. Mənfini mənfiyə vurub müsbət yazmaqdan mənfi yazmışam. Hə, səhvimiz buradaymış. Deməli, bu bizə nə verəcək burada? 49 yox. 49 yox. -1 verəcək. -1. Yəni, səhvimizi düzəldək. Deməli, bu olacaq burada -1. Buradan da kök çıxacaq. Mənfilər getdi. 4-də 1 oldu. Burada da yazıram ki, bir dəqiqə buranı da düzəldim. Aha. Hə. Deməli, kökdən çıxdı. 4-də 1-i kök altda yazsaq, buradan çıxacaq 2-də 1. Deməli, 2-də 1 yazıram. 3-ün üzərinə 2-də 1 gələndə eləcək 2-də 7. Düzgün cavab 3 və 2-də 7. Olacaq onda C variantı. Sonra 15-ci sual. Hə, 15-ci sual ikinci qruplarda imtahana düşmüş. 2-də yox, birinci qrupların bu il imtahana düşmüş sualdır. Uşaqlar, bu baxıram ki, fx-dir. X-in yerində duran ifadə budur və qrafikin üzərində x-in qiymətləri -2 ilə 4-dür. Deməli, x-ləri bir-birinə bərabərləşdirirəm. Yəni, 4 minus 3x-in kvadratını bir dəfə -2-yə bərabərləşdirməliyəm. Bir dəfə 4 minus 3x-in kvadratını 4-ə bərabərləşdirməliyəm. Buradan 3x-in kvadratı bərabərdir. Alıram nə? Bu mənfi olsun, -6. X-in kvadratı bərabərdir ki, x bərabərdir. Bir dəfə müsbət kökdə 2, bir dəfə də mənfi kökdə 2 yazmaq olar. Buradan da ki, 3x-in kvadratı bərabər 4-dən 4 çıxanda 0, x də onsuz da buradan 0-a bərabər. Tənliyin köklərinin sayını soruşur. 1, 2, 3. Deməli, bunun 3 dənə həqiqi kökü var. Cavab oldu onda B variantı. Apsis ordinatına bərabərdir. Yəni, apsis ordinatına bərabər o deməkdir ki, bunun x-i ilə y-i bir-birinə bərabər olsun. Baxın, apsis x-dir, ordinat da y-dir. Bərabər sözünü işlədir burada. Deməli, gətirirəm mən bu y-in yerinə x yazıram. X bərabərdir -2x üstəgəl 12. -2x-i sola aparanda toplanacaq 3x bərabərdir 12. X bərabər 4-ə. X-ə mən 4 tapmışamsa, avtomatik olaraq y-də 4-ə bərabərdir. Olacaq Y variantı. Sonra növbəti sualda
funksiyanın qiymətini hesablayın deyir. Heç nə x-in yerinə gətirən -7 yazıram. Modulda -7 bölünsün 7. Moduldakı -7-dən x-in -7 yazmışıq da. Moduldakı -7-dən müsbət 7 çıxır. Bu da -7. Müsbəti mənfiyə böləndə qalacaq mənfi. Olacaq cavabımız -1 C variantı. Sonra gəldik sual 18-ə. Funksiyanın təyin oblastını tapın. Təyin oblast deyəndə söhbət x-in qiymətlərindən gedir. Kök altında olduğuna görə kök altı ifadəni sıfırdan böyük bərabər götürəcəyik. Buradan da ki 2x böyükdür bərabərdir 2-dən, x də böyükdür bərabərdir 1-dən. Deməli cavabımız x böyük bərabərdir 1. Yəni 1-dən müsbət sonsuzluğa. Düzgün cavab görək hardadır? Y variantında. Gəldik sual 19-a. Funksiyanın o, y oxu ilə kəsişirsə, deməli bunun x-i sıfıra bərabərdir. X-lərin yerinə sıfır yazanda bu getdi, qaldı -10, yəni D variantı. Funksiyanın təyin oblasına daxil olan tam ədədlərin cəmini tapın deyə bir sualdır. Deməli, burada nə edəcəyik? Əvvəlcə baxaraq nəyə? Kosinus var burada. Kosinusun qiymətlər aralığı, daxil olduğu aralıq, deməli, -1 ilə -1 idi. X-in burada kosinusun yerinə 1 yazsam, 2 çıx 3 mənfi alacam. -1 yazsam da yenə mənfi alacam. Deməli, bura mənfi oldu. Deməli, burada mənfi olmalıdır ki, mənfi ilə mənfi kök altı ifadəni müsbətə çevirsin. Onda mən x kvadratı çıxılsın 9x üstəgəl 14 ifadəsini kiçik bərabərdir 0 həll etsəm, niyyətlə tənliyin köklərinin cəmi 9 olmalıdır. Köklərin hasili isə 14 olmalıdır. Bu da olacaq 2 ilə 7. 2 ilə 7-nin arasında olan ədədlərin cəmini soruşur. Amma məxrəzdəki ifadə sıfırdan fərqli olmalıdır. X minus 3 fərqlidir sıfırdan, x fərqlidir 3-dən. Deməli, bu aralıqda 3-dən başqa hər şeyi götürə biləcəm. Deməli, olur onda cavabımız 2, 3-ü götürənmərəm, 4, 5, 6, 7. Bunların cəmini soruşur. O da neçə eləyəcək baxaq. Deməli, 9 burada, 10 burada, 19, 5 də bu 24. Deməli, düzgün cavab olacaq 24. Sonra, silim. Uyğunluqdan 21-ə baxaqmı? Yaxşı, gəlin baxalım. Uyğunluğu müəyyən edin deyir. Deməli, burada nə edəcəyik? Baxıram ki, burada həm x çıx 4, həm 4 çıx x var. Məsələn, x-ə 5 yazsam, bu müsbət olacaq, bu mənfi olacaq. Və yaxud da ki, x-ə mənfi 4 yazsam, bura müsbət olacaq, amma digər tərəf mənfi olacaq. Deməli, burada x-in yalnız və yalnız 4 ödəyəcək. Başqa bir ədəd ödəmir. Yəni, onun həlli belə olacaq. X minus 4 böyük bərabər 0 olmalıdır. X böyük bərabər 4-dən. 4 minus x də böyük bərabər 0. Burada mənfi x böyük bərabərdir. Mənfi 4, x də kiçik bərabər 4. Baxıram 4-dən kiçik, 4-dən böyük deyən bir şey ədəd yoxdur. Yəni, düzgün cavab olacaq onda yalnız 4. X-in qiyməti oldu 4. Deməli, 1-ə gedəcək y. Bunu yazdıq bura. Bunu sildim. Baxıram nəyə? Ən böyük qiymət 7-dir. Avtomatik x-ə mən burada 2 yazsam, baxın burada, x-in yerinə 2 yazsam 7 qalacaq. Deməli, bunun ən böyük qiyməti 7-yə bərabər olacaq. Deməli, onda 2-yə getdi B. Burada da ki, x-ə məsəl üçün 0 yazsam, kökün içinə ən az 0 yaza bilərəm də mən. X-in qiyməti qalacaq -8, daha doğrusu funksiyanın qiyməti -8 qalacaq. Olacaq burada da C variantı. İndi baxıram. Bunun təyin oblastı nə ola bilərdi? Kök altındakı ifadə sıfırdan böyük bərabər. Deməli, bu sıfırdan böyük olmalıdır. Olacaq onda həm də A variantı. Bunun təyin oblastı, bax, təyin edilmək söhbət x-dən gedir də. X burada ancaq və ancaq 2-dən başlayıb qiymətlər ala bilər. 2, 3, 4, 5 və s. Deməli, onda həm də bura D gedəcək. Onda deməli, birinci sualın düzgün cavabında 1-ə Y getdi, 2-yə getdi B ilə D, 3-ə də getdi A ilə C. Sonra baxalım sual 22-yə. Uyğunluqlar. Sual 22-də. Təyin oblast x-in aldığı qiymətdir. Baxıram nəyə? Kök altında olan yerə. Birinciyə baxıram. Bu ifadədən 27 çıxılsın 9x böyükdür, bərabərdir, 0 olmalıdır. Mənfi 9x böyükdür, bərabərdir 27-dən, mənfi 27-dən, x də kiçik bərabərdir 3-dən. Deməli, 3-dən kiçik ədədlər, yəni mənfi sonsuzluqdan 3-ə qədər. Hansı variantdadır? İkincidə A. Deməli, 2-yə getdi A. Baxıram burada birinci, B variantına. Uşaqlar, bu nə deməkdir? 3 minus x kök altına yazsaq, bu birinci idi, indi ikinciyə baxıram. Dərəcə 10-dur. Bu cütdür. Dərəcə cüt olanda kök altı ifadəni sıfırdan böyük bərabər eləməliyəm. 3 minus x böyükdür bərabər sıfırdan.
3 böyükdür bərabərdir x-dən və yaxud da x kiçik bərabərdir 3-dən. Deməli, bu olacaq mənfi sonsuzluqdan 3-ə qədər. Deməli, bura həm də B getdi. Baxıram indi C variantına. Uşaqlar, loqaritmanın demişdik ki, buradakı bu x-i nə olmaz? X-i mənfi olmaz. Sıfır da olmaz. Sıfırdan böyük olmalıdır. Yəni, onda bura sıfırdan böyük ədədlər olacaq. Olacaq onda C variantı bura getdi. Sonra buradan baxıram. D variantının açılışını yazıram. Burada üstündə mənfi 4-də 1 yazıb. Baxın, yazıram ki, 3 minus x-in üstündə mənfi 4-də 1. Bunun kök altına yazıram. Amma əvvəlcə bunu biz belə bir qayda var da, a üstü mənfi 1 olanda 1 böl a yazırıq bunu. İndi burada mənfi 4-də 1 deyib, bunu 1 bölünsün 3 minus x-in üstündə 4-də 1 yazıram. Bu da bərabərdir. 1 bölünsün kök altında 4-cü dərəcədən 3 minus x. Dərəcə cütdür. Deməli, kök altı ifadə sıfırdan böyük bərabər yaza bilmərəm, çünki məxrəcdədir. Onda 3 minus x böyükdür sıfırdan. Buradan da ki, 3 böyükdür x-dən və yaxud da x kiçikdir 3-dən. Bu dəfə mənfi sonsuzluqdan 3-ə qədər amma üçün mötərizəsi aid olacaq. Deməli, bu D variantı 1-ə gedir. Qaldı bir dənə Y variantı. Onun da açılışına baxaq. Y variantında ifadə məxrəcədir. Bu surətdəki x-in yerinə hər şey yazmaq olar. Hər şey yazmaq olar. Bir dənə məxrəcə baxıram. 12 çıxılsın 4x sıfırdan böyük olmalıdır. Məxrəcdə olduğuna görə bərabər şeysi yaza bilmərəm. Mənfi 4x böyükdür mənfi 12-dən, x də kiçikdir 3-dən. Adi 3-dür. Mənfi sonsuzluqdan 3-ə oldu Y variantı. Deməli, onda cavablarını yanına yazsaq. Birinciyə getdi D ilə Y, ikinciyə getdi A ilə B, üçüncüyə getdi C. Sonra sual 23-də. Hansı funksiya bütün ədəd oxunda artandır? Artan funksiya nə idi? Deməli, x-in üstündə tək ədəd olmalı idi. Bu əmsaldakı hərfdə müsbət olmalı idi. Deməli, 3-dür. Dəyişmə qalıb sabit funksiyadır. Mənfidir, azalır. Müsbətdir, artır. Cavabımız B olacaq. Baxın, bura x-in qabağı mənfi 3-dür, azalır. X-in qabağı mənfi 3-dür, azalır, getdi. Cavab olacaq B variantı. Gəldi indi sual 24-də. Buna baxmağa ehtiyac varmı? Baxaq. Deməli, baxıram nəyə? Birinci, funksiyanın təkliyini və cütlüyünü araşdırağım. Görək təkdir, cütdür. Birincini yoxlayıram. X-lərin yerinə mənfi x yazacağıq. Yəni, mənfi x-in kvadratı üstə gəlinsin 2 vurulsun mənfi x. Bu oldu müsbət x kvadratı çıxılsın 2x. Bu funksiya və misalın özü kimi alınmadı. Nədən mənfisi kimi alınmadı? Əgər burada mənfi alınsaydı, onda əks deyərdim. Deməli, nə özü deyil, nə də əksi deyil. Deməli, nə tək, nə cüt funksiyadır, olacaq C variantı. Keçirəm ikinciyə. X-in yerinə mənfi yazıram. Olur mənfi x-in kubu çıxılsın 3, bu da mənfi x. Alındı mənfi x kubu, üstəgəl 3x. Baxıram, bayaqları bura müsbət, bura mənfi idi. İndi bura mənfi, bura müsbət olub. Yəni, əksi alındı. Əksi alınan funksiya tək funksiyadır. Oldu A variantı. Sonuncu funksiyada da x-in yerinə mənfi yazsam, mənfi x-in kvadratı üstəgəl 2. Yenə qayıdıb bizə x kvadrat üstəgəl 2 verəcək. Yəni, özü alındı. Özü alınırsa, deməli, bu cüt funksiyadır. Olacaq onda üçüncüyə Y variantı. İndi gəlin bunun maksimumuna, minimuma baxalım. Təklə cütdən işimiz qurtardı. Rengi dəyişmədim. Aha. İndi baxıram nəyə? Ben bunları yazım, silim. Bura getdi C, bura getdi A, bura getdi Y. En yaxşı bunları silək. Mane olmasın. Yine baxıram nəyə? Bizə deyir ki, funksiyamız nə olsun? Minimum nöqtə, maksimum nöqtə. Birincini yoxlayıram. Törəməni tapıram buradan. Mənə verəcək 2x plus 2. Bərabər edirəm 0-a. X bərabərdir. Buradan mənfi 1 tapıram. X-in yerinə misalda mənfi 1 yazanda nə alacaq? Bu olacaq 1. Bu da olacaq mənfi 2. Alınır mənfi 1. Dəxli yoxdur. Birinci uyğun gələn olmadı. Keçirəm indi ikinciyə. Törəməni tapanda buradan 3x-in kvadratı minus 3 bərabər 0-a. Buradan x-i tapırıq 1 və mənfi 1. 1 və mənfi 1. İndi x-in yerinə 1 yazsam misalda 1 yazsam. Alacam orada 1 çıxılsın 3 bərabərdir mənfi 2. Bir də mənfi 1 yazsam mənfi 1 üstə gəl 3 bərabərdir müsbət 2. Deməli, baxın bura. Böyük qiymətini 2-də aldı. Deməli, bunun maksimum nöqtəsi mənfi 1-dir. Minimum nöqtəsi müsbət 1-dir. Onda deməli, bura həm də B gedəcək. Buraya əkləyirəm B-ni, qalsın orada. Bu belə. Bir dənə də baxaq, x bərabərdir 2 nöqtəsi görək hansınasa gedirmi?
Baxıram, bunun törəməsi 2x bərabərdir 0-a, x bərabər 0. X-in yerinə 0 yazsam 2 alacam. X-in yerinə 0 yazsam 2 alacam. Burada nöqtə söhbəti yoxdur. Maksimum qiymət desəydi heç nə baxardım. Nöqtə dediyinə görə baxmırıq artıq. Gəldik bura. Apsis 28. Apsis yəni x-imiz 28-dir. Burada x-in yerinə 28 yazırıq. Olacaq onda 3 vurulsun 28 eləyəcək. 3 dəfə 28-imiz eləyəcək 84. Çıxılsın 10y bərabərdir 74-ə. Buradan 10y bərabərdir. 84-dən 74 çıxanda 10 qalacaq. Y də bərabərdir 1-ə. Bizdən də ordinantı, yəni y-i soruşur. Cavab oldu 1. Hansı funksiya tək funksiyanın qrafiki ola bilər? Tək funksiyanın qrafiki demişdik ki, nədir? Çarpaz olmalıdır. Bax, burada simmetrikdir. Biri buradadır, biri buradadır. Olmaz. Simmetrik də olmaz. Bu heç dəxli yoxdur, heç biri deyil. Bu yenə cüt funksiyanın qrafikinə uyğun gəlir. Amma burada çarpazdır. Baxın, burada və burada özünü göstərər çarpaz birinci və üçüncü rübdə. Olacaq onda Y variantı. Gəldik bura. Düsturu doğru deyildir. İndi variantları bir-birinin yerinə qoyub yoxlamaq lazımdır. Məsələn, B variantına baxsaq, x-in yerinə 10 yazsam, 0 onda 2-ni 10-a vuranda 2, üst üç gələndə 5 eləyir, doğrudur. Atıram, mənə səhv olan lazımdır. A variantına baxın. X-i yerinə 0 yazsam 3 alınacaq. Amma bura 1 yazıb. Deməli, səhv variant elə A variantı imiş. Gəldik buradan sual 28-ə. Parabolanın ən kiçik qiymət, ən böyük qiymət, bir də üçüncü rübdə olmağı. Gözləyin, indi bir dənə soldan yer açaq bunları yazmaq üçün. Deməli, sual 28-də. Birinci baxıram nəyə? Fx bərabərdir 4x. Gəlin bunu lap belə yazalım biz. Kvadratla görürük həmişə. Mənfi x kvadratı üstə gəl 4x yazıram. İndi bunun təpə nöqtənin koordinatları düsturumuz x sıfırımız mənfi b bölü 2 aydır. Gətirin qiyməti yerinə yazın. Mənfi 4 bölünsün 2. Amma burada mənfi var deyə mənfi 2. Bu bizə verdi 2. Yerinə qayıdıb x-dərin 2 yazsam y tapmış olaram. 2 yazanda mənfi 4 üstə gəl 8 bərabərdir müsbət 4-ə. Baxıram. X-imiz 2, y-imiz 4. Düşdü elə birinci rübə. Birinci rübdə. Təpə nöqtəsi birinci rübdədir. Varmı elə bir cavab? Parabolanın təpə nöqtəsi birinci rübdədir. Varmı? Yoxdur. Başqa bir şey variantlardan baxaq üçün. Rüb yoxsa başqa baxaq onda. Funksiyanın ən kiçik qiyməti mənfi 16-dır. Yoxdur. Ən kiçik qiyməti orada 4 AC ilə tapırdı. Elə 4 y-in qiyməti ən kiçikdir. Parabolanın koordinat başlanğıcından keçirmi? Yox, keçmədi. Parabolanın təpə nöqtəsi apsis oxu üzərində yerləşirmi? Yox, yuxarıda yerləşdi. Bəs nə oldu? İndi buna heç bir variant getmədi. Heç nə səhv yazmamışıq ki. Mənfi x kvadratı doğrudur. Üstə gəl 4x doğrudur. X0 bərabərdir. Mənfi b, yəni mənfi 4 bölünsün 2 vurulsun 1 mənfi 2 bölündü. Müsbət 2 alındı. X-in yerinə müsbət 2 yazsam, mənfi 4 üstə gəl 8 müsbət 4 elədi. X-imiz müsbət 2, y-imiz də müsbət 4 birinci rübə düşür. Heç bir problem yoxdur bunda. Ən kiçik qiyməti tapmaq üçün indi gəlin. Heç rüblə bağlı heç bir şey yoxdur. Gəlin ən kiçik qiymətə baxalım da. Ən kiçik qiymət tapmaq üçün törəməni tapacağıq. Törəməni tapanda ən kiçik ən böyük qiymət üçün törəmə tapmaq lazımdır. Bunun törəməsi 4 minus 2x bərabərdir 0-a. Elə x-in qiyməti 2 idi də buradan. Yerinə 2 yazsam 8 çıx 4, 4 alacam. Cavablarda yoxdur. Ümumiyyətlə birinciyə uyğun gələn heç nə yoxdur. Yaxşı, gəlin ikincini, üçüncünü həll eləyək. Birinci ilə bağlı düzgün cavab görmürük. İkinciyə baxıram. İkinci funksiyada törəməni tapsam, 2x plus 6 bərabərlədim 0-a. 2x bərabərdir mənfi 6-ya, x bərabərdir mənfi 3-ə. Get misalda x-in yerinə mənfi 3 yaz. 9 çıx 18 çıx 7. Burada x-lərin yerinə mənfi 3 yazdım. Bu da eləyəcək mənfi 16. Bura getdi. Ən kiçik qiyməti mənfi 16 B variantı. Getdi 2-yə. Başqa, gəl təpə nöqtənin koordinatlarını tapağın. X0 bərabər idi. Elə mənfi B bölü 2 eyni qiymət alacaq buradakı 3-ünə. Olur onda mənfi 6 bölü 2 mənfi 3. Y0-ı tapmaq üçün də yerinə qiymət yazmışdıq. Mənfi 3-ü mənfi 16 tapmışdıq da. Bu da mənfi 16. X-imiz mənfi 3. Y-imiz də mənfi 16. Üçüncü rübə düşəcək. Üçüncü rüb harada var? A variantında. Deməli, bura A ilə B getdi. Sonra gəldik növbətisinə. Sonuncuda uşaqlar. Müxtəsər kimi istəyirsiniz açın, sizə rahat görünsün.
Və x kvadratı çıxılsın 4x üstə gəlinsin 4. Lap qabaqda mənfi var. Açıram. Mənfi x kvadratı üstə gəlir 4x çıx 4-dür. İndi bunun x törəməni tapsaq, mənfi 2x üstə gəlir 4 bərabərdir 0-a. Mənfi 2x bərabərdir mənfi 4-ə, x bərabərdir 2-yə. X-in yerinə 2 yazsaq, burada 0 alacağıq. 0 aldığımıza görə, deməli bu koordinat başlanğıcından keçə bilirmi? Baxaq bir dənə. Y-in qiyməti 0 oldu. X-in qiyməti 2, Y-in qiyməti 0. Deməli, bunlarda nə olacaq? Və belə. Bizdə nədir? Harda yerləşir onda? Heç nə. Təpə nöqtəsi apisoxun üzərində yerləşir. Və bu şəkildə. Burada yerləşəcək də elə bil ki. Bir nöqtə kəsdi. Burada olacaq onda G variantı. Başqa bir qiymət varmı burada? Koordinat başlanğıcından keçirmi parabola? Koordinat başlanğıcından yox, keçmədi. Heç nə belə olacaq. Bir dənə birinci ilə bağlı cavablarda heç nə yoxdur. Deməli, onda buraya yazıram A, B, burada yazıram G. Yazdım ki, orada qalıcı qalsın. Belə. Sonra gəldik sual 29-a. Koordinat başlanğıcından keçirsə, deməli nə olmalı idi? B-si 0 olmalıdır. Və yaxud da ki, yoxdursa, başqa kvadratik funksiyaya baxaram. Bu koordinat başlanğıcından keçmir, çünki 4-ü var, 1-i var. Bunda mənfi 1, 2 var, keçmir. Atdım bunları. Tərs funksiyanın heç dəxli yoxdur. Baxın, bura bu keçir. Parabolanın qrafikini bildik. Bu kub olanda hiperboladır. Müsbət olanda belə keçir, artan olur. Bu 8x kubu bu şəkildədir. Mənfi olanda azalır. Onda əksinə, qrafiki buradan gətirilir. Əsas odur ki, koordinat başlanğıcından keçir. Olacaq onda C variantı. Sual 30-da ən böyük qiymət tap deyir. Ən böyük qiymət tapmaq üçün biz bunu iki yerdə keçmişik. Bir funksiyada 4AC düsturundan, bir də ki, törəmə ilə tapıb qayıdıb yerinə yazmaqla tapmaq olar. Ən rahat törəmədir, məxrəcin törəməsini tapağın gəlin. Məxrəcin törəməsi 2x çıxılsın 1 bərabərdir 0-a, 2x bərabərdir 1-ə, x də bərabərdir 2-də 1-ə. X-lərin yerinə 2-də 1 yazıb hesablayıram. Alt tomunda bölünsün 2-də 1-in kvadratı 4-də 1, çıx 2-də 1, üstəgəl 2. Alt tomunda 3 qalsın. Məxrəcdə ortaq məxrəc 4 olar. 1 çıxılsın 2 üstəgəl 8 eləyəcək ortaq məxrəcə gətirsək. Burada eləyəcək alt tomunda 3 vurulsun 4 yuxarı qalxır. Məxrəcdə isə eləyəcək neçə? Bu 9 eləyir. Çıxında ikisini də 7. Oldu belə. Lap bura 1, 0 gəlib ixtisarda eləmək olar. Bununla bu geçsin. Burada qalsın 0,9. 0,9 4-ə vuranda 3,6 eləyəcək. Cavab olacaq o zaman B variantı. Sonra sual 31-də. Funksiyanın ən böyük qiymətini tapın. Ən böyük qiymətin tapılma düsturundan tapa bilərik. 4AC çıxılsın B kvadrat bölünsün 4A və yaxud da ki, törəməni tapırıq, qiyməti yerinə yazırıq. Gəlin istəyir törəməni tapalım. Ya da 4AC-nin önəmisi ilə yazalım. Fərqi yoxdur. 4AC çıxılsın B-nin kvadratı bölünsün 4A. Qiymətləri yerinə yazsam 4 vurulsun A-nın qiyməti -1, C-nin qiyməti 12 çıxılsın 2-nin kvadratı 4 bölünsün 4 vurulsun -1. Yuxarıda -48, 4 də orada -52 bölünsün -4 eləyəcək müsbət 13 olacaq onda Y variantı. Sonra gəldik. Yeni işarəliyim. Sonra gəldik sual 32-yə. Deyir ki, 32-də koordinat başlanğıcından keçir. Koordinat başlanğıcından keçmək üçün bu B-nin qiyməti 0-a bərabər olmalı. Deməli, B bərabərdir 0, D variantındadır. F4, F3-ün fərqini. X-in yerinə 4 yazıram. 4 vurulsun, 4-ün kvadratı 16, çıx 18. 4-dən 6-ya vuranda 64, çıxılsın 18, eləyəcək 46. Sonra x-in yerinə 3 yazsaq, 4 vurulsun, 3-ün kvadratı 9, çıx 18. 36 çıxı 18, belə də 18. 46-dan da ki, aldığım cavabları çıxıram da, çıxıram 18-ni eləyəcək, onda 28. 28 yoxdur variantlarda, yoxsa üstünü sildim mən burada. Y variantı bu tərəfə düşürmüşük. Cavab 28-dir. Y variantı. Sonra baxıram 34-ə. 34-də uşaqlar, baxıram nəyə? Parabolanın qolları yuxarıdır. Yuxarı olduğuna görə deməli A-nın işarəsi 0-dan böyükdür. C ilə keçdiyi nöqtə baxın buradır. 0-dan aşağıda C mənfidir. Deməli A müsbət C mənfi. A müsbət C mənfi oldu A variantı. Gəldik sual 35-ə. Funksiyanın qiymətlər çoxluğu. Qiymətlər çoxluğunun düsturunu bildik ki 4AC çıxılsın B-nin kvadratı bölünsün 4 A ilə hesablanır. Yerinə qiymətləri yazsaq 4 vurulsun 1 vurulsun 5 çıxılsın 2-nin kvadratı 4 bölünsün 4. Yuxarıda eləyəcək 4 dəfə 5 24 çıxanda 16 bölünsün 4 eləyəcək 4. Deməli düzgün cavab olacaq 4-dən müsbət sonsuzluğa. Oldu C variantı.
Gəldik sual 36-ya, hansı qrafikə aiddir? Variantdakı ədədləri yerinə qoyub yoxlamaq lazımdır. Məsələn, yoxlayıram mən buradan C variantını. 8, 4'ü 2'ye vuranda 8, 1,5'te mənfi 2'ye vuranda mənfi 3. 8 çıxı 3, 5 verir. Deməli, düzgün cavab olacaq C variantı. Funksiyanın qrafikini qurağın əvvəlcə. Baxın, bunun grafikin qurulma qaydası nə idi? X-in yerinə 0 yazırdım. X-in yerinə 0 yazanda Y alınacaq burada 3. Bir dəfə də Y-in yerinə 0 yazırdıq. Onda alınır mənfi 2x üstə gəlinsin 3 bərabərdir 0-a. Mənfi 2x bərabərdir mənfi 3-ə. X də bərabərdir 1,5-ə. Deməli, qrafik olmalıdır belə. X-imiz 1,5, Y-imiz də 3. Olmalıdır belə. 3-dən 1,5-dən keçən elə B variantıdır. Baxın burası. Sual 38. A parametrinin hansı qiymətində funksiya cütdür deyir. Deməli, uşaqlar, bunun həlli qaydası necədir? Əvvəlcə cüt funksiyanın nə olduğunu bilək. Yadda saxlayırıq ki, x-in yanında əgər x-in yanında, daha doğrusu x-in dərəcəsi kvadratdırsa, cüt ədəd isə cüt funksiyadır. X-in dərəcəsi tək ədədsə tək funksiyadır. Yanında x olmayanda yenə cüt funksiyadır. Hansı cütdür deyirsə, deməli bizim burada avtomatik təklərimiz olmamalı. Yəni təkləri sıfır eləməliyəm. Başında kvadrat var, deməli bu cüt funksiyadır. Keçirəm indi bura. X-in üstü 1-dir, deməli bu tək funksiyadır. Yanında x yox, deməli bu cüt funksiyadır. Mən deyir tək bərabər 0 olsun. Yəni cüt qalmalıdır. Yəni tək burada kimdir? A çıxılsın 3-dür. Bax bu hissə. Bunu 0-a bərabərləməliyəm. Yazıram onda. A çıxılsın 3 bərabərdir 0-a. A çıx 3 bərabərdir 0-a. Buradan da A-nın qiyməti olacaq 3. Deməli düzgün cavabımız olacaq bizim 3. Mən burada cavabı yazım. Sual 39-da. Təpə nöqtəsinin ordinatı mənfi 1-dir, B-ni tap. Ordinat nədir? Y-dir. Yəni Y-in yerinə mənfi 1-dir. Gətirək qiymətləri yerinə yazaqmı, yoxsa bizə nəyi soruşur? B-ni soruşur. Heç nə, Y-in yerinə 1 yazdım. Bəs x-imiz, x0-ın üstü də var da. X-i gəlin tapağın. X0 bərabərdir. Mənfi B bölünsün 2 adı. Gətirin qiymətləri yerinə yazalım. X0 bərabərdir. Mənfi B bölünsün 2. Bu oldu x-in qiyməti. Gəlin y-in də yerinə mənfi 1 yazaq görək nə alacaq. Y-in yerinə mənfi 1 yazsam alacam burada x-in kvadratı üstə gəlinsin bx üstə gəli 3 bərabərdir mənfi 1-ə. Sonra buradan x-in kvadratı üstə gəlinsin bx bərabər 3 sağa keçirəndə mənfi 4 eləyəcək. İndi mən nə edəcəm buradan? B-ni soruşduğuna görə gətirirəm x-lərin yerinə mənfi b bölü 2 yazdım bu misalda. Gözləyin aşağıdan yer açın. Yazmağa yerimiz olsun. Gətirəm bu sonuncu ifadədə x-lərin yerinə mənfi b bölü 2 yazıram. Olacaq onda belə. Mənfi b bölünsün 2-nin kvadratı üzərinə gəlinsin. B vurulsun mənfi b bölünsün 2 bərabərdir mənfi 4-ə. Bu eləyəcək b kvadratı bölünsün 4. Bunları vuranda mənfi b-ni b-yə vuranda b kvadratı bölünsün 2 bərabərdir mənfi 4-ə. Bu ifadədə məxrəci 4 eləmək üçün 2-yə vururam. Oldu belə. Solda çıxanda verəcək mənfi b kvadratı bölünsün 4 bərabərdir mənfi 4-ə. Buradan mənfi b kvadratı bərabərdir. Vuranda mənfi 16. Kvadratda eləyəcək bizdə müsbət 16. B də olacaq onda plus minus 4. Deməli, düzgün cavabımız olacaq o zaman plus minus 4 Y variantı. Ben bunları silim. Mani olmaz. Belə. Keçək növbəti suala. Sual 40-da funksiyanın təyin oblasını tapın. Təyin oblası deyəndə sürətlə nə işimiz var? Onsuz da burada x-in yerinə hər şeyi yazmaq mümkündür. Sadəcə məxrəzdəki ifadə kök altında olduğuna görə kök altı ifadə sıfırdan böyük bərabər olmalıdır. Məxrəzdə olduğuna görə sadəcə sıfırdan böyük götürürəm. Yəni 0,4 çıxılsın 0,2x böyükdür sıfırdan. Buradan da 0,2x kiçikdir 0,4-dən. X də kiçikdir 2-dən. 2-dən kiçik nə deməkdir? Mənfi sonsuzluqdan 2-yə qədər. Olacaq onda Y variantı. 41-də funksiyanın qrafiki mənfi 0 nöqtəsindən keçir. Yəni x-in yerinə gətirib mənfi 3 yazmalıyıq, y-in də yerinə 0 yazmalıyıq. Olacaq onda burada mənfi 3a çıx a üstə gəlir 4 bərabərdir 0-a. Mənfi 4a bərabər 4-ü sağa keçirəndə mənfi 4 a da bərabərdir 1-ə. Bizdən də a-nı soruşur, deməli cavabı oldu 1. Sual 42-də funksiyada k ilə b-ni soruşur. Deməli uşaqlar baxıram nəyə? B buraydı.
sıfırdan aşağıda yerləşir deyə B-nin işarəsi mənfidir. Buradakı bucağımız iti bucaqdır. İti bucaq olduğuna görə K sıfırdan böyükdür. K böyük, B kiçik olan variant oldu A variantı. Sual 43-də funksiyanın qiymətlər çoxluğuna daxilin ən böyük tam ədədi tapın. Qiymətlər çoxluğunun düsturu deməli 4AC çıxılsın B kvadratı bölünsün 4A-dır. Həmin düsturdan istifadə edərək misalımızı həll eləyə bilərik. İndi baxıram nəyə? 4 vurulsun. A-nın çaşmayın, A bu deyil. X kvadratı belədir. Misalı birinci düzgün versiyaya gətirən inqilab gəlin. Mənfi x-in kvadratı üstə gəlinsin x, üstə gəlinsin 6. Bax, belə deməkdir misal. Buradan indi 4 vurulsun. A-nın qiyməti mənfi 1, C-nin qiyməti 6 çıxılsın. Burada 1 yazılıb. Kvadratı 1 eləyəcək. Bölünsün 4 vurulsun mənfi 1. Yuxarıda eləyəcək 24 çıx mənfi 25. Aşağıda da eləyəcək mənfi 4. Mənfilər getsə 25 bölünsün 4. Misalın özü kök altında olduğuna görə kökdə yazıram. Buradan çıxacaq 2-də 5. Demişdik ki, bayaqki qaydada mənfi olanda sıfırdan bu tapdığım cavaba qədər olur. 2,5-ə qədər. Bu aralıqda ən böyük tam ədəd elə 2-nin özüdür. 2,5-ə qədər ən böyük tam ədəd 2 olduğuna görə düzgün cavab olacaq 2. Sonra təpə nöqtəsinin apsisi 2-dir. Yəni x-in qiyməti 2-dir. X-in yerinə 2 yazsaq düsturda. Belə dərslə düstur. X0 bərabərdir mənfi B bölünsün 2A-dır. Gətirin qiymətləri yerinə yazaq. 2 bərabərdir mənfi B bölünsün. Orada mənfi var deyə artıq bu müsbətə çevriləcək. Mənfi yazmağa ehtiyac yoxdur. Elə B-nin qiyməti mənfi B-dir burada. Olur B bölünsün 2A, yəni 2. B-nin qiyməti buradan olacaq 4. Cavab olacaq o zaman B variantı. Funksiyanın qrafik apsoluğunu A0, B nöqtəsində də ki, 0B kəsir, A üstəgəl B cəmini tapın deyir. Deməli, əvvəlcə buradan nə etməliyik? Yenə səhifə açaq. Aha. Deməli, birinci növbədə bir nöqtə verib bizə A nöqtəsindən 0, x-in yerinə A, y-in yerinə 0 yazmalıyam. 0 bərabərdir. Mənfi A bölünsün 3, üzərinə gəlinsin 2. Bu funksiyada yerinə yazdıq. Mənfi A bölü 3 sola keçirsəm, A bölü 3 bərabərdir 2-yə. Buradan A-nın qiyməti oldu 6. Keçirəm indi ikincini həll etməyə. İkincimiz belə idi ki, 0 ilə B nöqtəsi. İndi bunu gətirirəm, bu misalın içində təkrar yerinə yazıram. Y-in yerində B durur. B bərabərdir. Mənfi 0 bölünsün 3, üzərinə gəlinsin 2. Onsuz da bunun mənası yoxdur. B bərabərdir 2 qaldı. Deməli, A-nın qiyməti 6, B-nin qiyməti 2 olduğuna görə bunların cəmi də bizə verəcək 8. Deməli, düzgün cavabımız oldu D variantı. Sual 46-da, deməli, burada həll qaydası necə idi? Bir dəfə x minus 3 sıfırdan böyük bərabər götürürəm. X böyükdür bərabərdir 3-dən. Bir dəfə də 3 minus x böyükdür bərabər 0-dan, x də kiçik bərabərdir 3-dən. Hər ikisinin ortaq həlli yalnız və yalnız 3-dür, başqa bir həll yoxdur. A-nın mümkün qiymətlərinin cəmini soruşur bizdən. Burada A-nın mümkün qiymətləri cəmini tapmaq üçün mümkün qiymətləri cəmi tapmaq üçün. Bax, mənfi sonsuzluq müsbət sonsuzluq deməkdir. Yəni funksiyanın qrafiki belə havada qalsın. Yəni bunun diskriminantı sıfırdan nə olmalıdır? Kiçik olmalıdır. Yəni burada x oxu artıq yoxdur. Buna atdım. Yerdə qaldı. Mənfi A-nın kvadratı. Üzərinə gəlinsin 5A, üzərinə gəlinsin 14. Kök altında olduğuna görə bu sıfırdan böyük olmalıdır. Hər tərəfi mənfiyə vursaq, A kvadratı minus 5A minus 14 kiçikdir sıfırdan. V-dən tənliyin köklərinə baxsam, toplayanda etməlidir müsbət 5, vuranda etməlidir mənfi 14. Mənfi 14. Olacaq onda mənfi 2 ilə, həm də sıfıra bərabər də ola bilər də. Sıfırdan kiçik və sıfıra bərabər. İndi nə olacaq burada? Vuranda mənfi 14. Mənfi 2 ilə müsbət 7. Bu aralıqdakı ədədlərin cəmini soruşur. Bu aralıqda hansı ədədlər var deməli? Mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5, 6, 7. Bura qədər getdilər sıfıra. Yerdə qaldı bunlar. 10, 25. Olacaq onda C variantı. Gəldik sual 48-ə. Yenə qollar yuxarı olduğuna görə A-nın ifadəsi sıfırdan böyükdür. C buradadır. Deməli, C də sıfırdan böyükdür. Amma B burada azaldığına görə, deməli, B mənfidir. O doğru. Diskriminant sıfırdan kiçik doğru. Çünki qrafik göydədir. X oxuna dəymirsə, deməli, diskriminant sıfırdan kiçikdir. C müsbət doğru, A müsbət doğru. C-nin qiyməti müsbət idi, A-nın qiyməti müsbət idi. Niyə mənfi versin ki? Deməli, səhv variant C variantı oldu. Bizdən təpə nöqtənin koordinatlarını soruşur. Buna aid misal yazmışdıq. Yuxarıda elə eyni yerdə yerləşirlərmiş. Gəlin onda həllini yazalım. Deməli, x-in yerinə yazmalıyıq biz
1'i, y-in də yerinə yazmalıyıq 2-ni. Eta yerinə yazaq. 2 bərabərdir. Mənfi x-in yerinə 1 yazanda 5 qalar da. Mənfi 5 üstə gəlinsin b, üstə gəlinsin 3. Buradan b-nin qiymətini tapsaq, 2 üzərinə gəl 5 çıx 3 olacaq da. Bunlar o tərəfə keçəndə işarələr dəyişir. Axı b bərabər oldu 4-ə. Gətirən misalda b-nin yerinə 4 yazıram. Olur onda y bərabərdir. Mənfi 5x-in kvadratı üzərinə gəlinsin 4x, üzərinə gəlinsin 3-ə. Təpə nöqtənin koordinatları deyəndə həm x0 həm də y0 nəzərdə tutulur. X0-ın düsturu mənfi b bölünsün 2a düsturuda qiymətləri yerinə yazsaq. Mənfi 4 bölünsün. 2-nin də mənfi 5-ə vuranda mənfi 10 eləyəcək. Bu eləyəcək 0,4. Y0-ın da düsturu 4ac çıxılsın b kvadratı, yəni 4 vurulsun a-nın qiyməti mənfi 5, c-nin qiyməti 3 çıxılsın 4-ün kvadratı 16 bölünsün 4 vurulsun mənfi 5. Məxrəc eləyəcək mənfi 20, yuxarıda mənfi 60 üstə gələ 16, mənfi 76, bu da eləyəcək 3,8. Cavab olacaq 0,4 və 3,8. 0,4 və 3,8 varmı? Hə, kəsrlə yazıblar. Olacaq D variantı. Gəldi indi 50-ci suala. Burada artıq nə etməliyik? Biz özümüzdən tənlik quracağıq. Maraqlı sualdır. Deyir ki, biraz bunu balacalaşdırım, yerimizi böyüdək. Aha. Deməli, baxıram nəyə? Sualın şərtini oxuyarkən nə verilirsə, onun ardıcılığı yerinə yetirmək lazımdır. Birinci, funksiyamız cütdür və azalandır. Deməli, mən bir dənə funksiya qururam. Fx bərabər cüt olmalıdır. X-in kvadratı şərtimizə uyğundur. Azalan olmalıdır, qarşısı mənfi olacaq. Pis. Gətirəm indi. X-in yerində 6 durur. Yerinə yazıram 6. F6 bərabərdir mənfi 6-nın kvadratı. Bu eləyəcək mənfi 36. Çaşmayın ha, mənfi 6-nı mötərizədə versə, kvadratı müsbət verir, mötərizədə verməsə mənfi verəcək. Bu oldu belə. Bir də misalın şərtində bizə verilən ifadənin özü bu formadadır. Fx kiçikdir, bərabərdir f6. İndi baxıram. Fx-in cavabı mənfi x kvadratı. Gətirirəm, bunun yerinə yazıram mənfi x-in kvadratını. F6-nın cavabı da mənfi 36-dır. Kiçik bərabərdir mənfi 36. Hər tərəfi mənfiyə vursam, x-in kvadratı böyükdür, bərabərdir 36. 36-nı sola keçirsəm, x kvadratı minus 36 böyükdür, bərabər 0-dan. Bu da olacaq x minus 6 x plus 6 böyükdür, bərabər 0. Bura gəldiyimiz təqdirdə burada sıfıra çevirən qiymətlərimiz x bərabərdir 6 və x bərabərdir mənfi 6 öz yerində interval qurmaq lazımdır. Tənliyin köklərini mənfi 6-nı və 6-nı qeyd edirəm. Oldu belə. İndi 6-dan sağda, məsələn 7 götürürəm. Gətirirəm bu misalda x-in yerinə 7 yazıram. 7 yazsam müsbət, mənfi 6 ilə 6-nın arasında 5 var, 5 yazsam mənfi, mənfi 6-dan solda o qədər ədəd var, mənfi 10 var məsələn. Mənfi 10 yazsam müsbət alacam. Mənə lazım olan aralıq 0-dan böyük olan aralıqlardır, yəni müsbətlər. Mənfi sonsuzluqdan mənfi 6-ya qədər və 6-dan müsbət sonsuza qədər olan aralıq oldu. Deməli, düzgün cavabımız olacaq onda B variantı. Sual 51. Deyir, düz xətt üzərində apsis ordinatına bərabər. Apsis ordinatına bərabər deyirsə, yəni x bərabərdir y-ə. X-in yerinə y yazıram və yaxud y-in yerinə x yazıram, eyni şeydir. Y bərabərdir 4-də 3y üzərinə gəl 2. Buradan 1y-dən 4-də 3 y-in çıxanda qalacaq 4-də 1 y bərabərdir 2-yə, y bərabər oldu 8-ə. Məndən nəyi soruşur? Nöqtənin özlərini. Deməli, y 8 isə x də 8 olacaqdır. Gəldi indi sual 52-yə. 52-ci sualda x-in yerinə deməli yazmalıyıq. X-in yerinə yazmalıyıq biz mənfi 7-ni. X-in yerinə yazmalıyıq mənfi 7-ni, y-in yerinə yazmalıyıq 4-ü. Bizdən bucaq əmsalını soruşur. Gəlin buradan aşağıdan bir dənə yer açım yazmağa. Yerimiz geniş olur. Deməli, gətirəm indi. X-in yerinə mənfi 7 yazanda olur mənfi 7a. Üzərinə gəl. Y-in yerinə 4 yazanda 5 vur 4, 20 bərabərdir 41-ə. Burada mənfi 7a bərabərdir 21-ə. A da bərabər oldu mənfi 3-ə. Aparıram misalda A-nın yerinə mənfi 3 yazıram. Olur onda mənfi 3x üzərinə gəlinsin 5y bərabərdir 41-ə. Funksiyanın tənliyi k üstə gəlinsin b idi.
Yəni burada x-in qabağında k yerləşir. Mən x-in qabağındakı k-nı axtarmalıyım, amma y-i tapmaq şərti ilə. Deməli yazıram buradan 5y bərabərdir. Mənfi 3x sağ tərəfə keçirsəm, müsbət 3x plus 41. Hər tərəfi 5-ə bölməliyəm. 3 bölünsün 5, x plus 41 bölünsün 5. Məndən k-nı soruşur, x-in qabağında 5-də 3 var. Deməli k bərabər oldu 5-də 3-ə və yaxud da ki 0,6. Düzgün cavabımız olacaq o zaman C variantı. Gəldik sual 53-ə. Deməli bu nədir? Uyğunluqdur. 53 ilə vaxt itirmək istəmirəm. Eyni tipli suallardandır. Baxağın 54-ə. Onsuz da bayaqdan qrafikləri arayaq izah edirik. Hamısı bir yerdə toplanmış versiyasıdır. 54-də baxıram nəyə uşaqlar. Deməli, n parametrinin hansı qiymətində funksiya istənilən həqiqi qiymətindən müsbətdir. Yəni, istənilən həqiqi qiymətindən müsbətdir o deməkdir ki, bunun diskriminantı nə olmalıdır? Sıfırdan böyük olmalıdır. Və qollar da yuxarı olmalıdır ki, müsbət alınsın. Bu şəkildə. Deməli, onda həm A sıfırdan böyükdür, həm də diskriminant sıfırdan kiçikdir. A dediyimiz burada yerləşir. Yəni m üstəgəl 2-miz böyükdür 0-dan, m böyükdür -2-dən. Mənə -2-dən böyük cavab lazımdır. İndi gəlin bunun diskriminantını hesablayalım. Deməli, d-nin düsturu b kvadratı minus 4ac-dir. Gətirin qiymətləri yerinə yazaq. Bura b-dir, bura a-dır, bu da c-dir. Onda yazıram ki, m üstə gəlinsin 2-nin kvadratı, çıxılsın 4 vurulsun, m üstəgəl 2, m çıx 2. Bərabərdir. Bunu sadələşdirsək, m kvadratı üstəgəl 4m üstəgəl 4. Uşaqlar, bu hissə bizə nə verir? Müxtəsərdir. M kvadrat çıx 4 verir. Qabaqda -4-ü buna vurub açıram. -4-ü m kvadratına vuranda -4 m-in kvadratı, -4-ü -4-ə vuranda müsbət 16. Bu da bərabərdir. Alınır burada -3 m-in kvadratı. Sonra üzərinə gəlinsin 4m, üzərinə gəlinsin 20. Təzədən burada yeni bir kvadrat tərniyi aldığıma görə bunun diskriminantını hesablamalıyam. B kvadratı 16 çıxılsın. 4-ü vururam -3-ə, -12, 20-yə də vuranda 240. Bu oldu müsbət 240. Eləcə 256. Bu da kök buradan çıxacaq 16. Onda yazıram M1 bərabərdir. -4 üzərinə gəl. Buradan 16 çıxdı. Bölünsün 2A -6 və 12 bölünsün -6 elədi -2. Mənə -2-dən böyük həll lazımdır. Bu deyil. Keçirəm ikincini tapıram. İkinci də yazıram. Burada orta çıxma ilə. -4 çıxılsın 16 bölünsün -6. -20 bölünsün -6. İxtisar eləsəm hər ikisini 2-yə 10 bölünsün 3. Yəni m-in qiyməti böyük oldu nədən? 10 bölü 3-dən. Yəni 3,3-də 1-dən. Düzgün cavab olacaq onda C variantı. Gəldi sual 55-ə. Funksiyanın təyin oblastını tapın deyir. Təyin oblastı deyəndə söhbət x-dən gedirdi. Kökaltı ifadəni nə etməliyəm mən? 0-dan böyük bərabər götürməliyəm. 1 minus x-in kvadratı böyükdür bərabər 0-dan. Lap yerini dəyişirəm. X kvadratı çıxılsın 1 kiçikdir bərabər 0-dan. Buradan da ki alıram ki x çıx 1, x üstəgəl 1, kiçik bərabər 0. Tənliyin kökləri də olacaq burada. -1 ilə müsbət 1. -1 ilə müsbət 1. Olacaq o zaman B variantı. Sual 56-da. Deməli, bu tipli yazmışdıq əvvəldə. Nə edirdik? Deməli, buradakı x-in qiyməti olduğuna görə bir dəfə 4 çıxılsın 3x kvadratını bərabər eləməliyəm. Burada x-in qiyməti -5-ə. Buradan 3x-in kvadratı bərabərdir 9-a. X-in kvadratı bərabərdir 3-ə. X oldu bir dəfə müsbət kökdə 3, bir dəfə də mənfi kökdə 3. Bu oldu 2 dənə həll. Bir dəfə də 4-ə bərabərləşdirirəm. 4 minus 3x-in kvadratı bərabər 4-ə. Buradan da x bərabər 0 alındı. Oldu cavab 3 dənə həll. Sual 57-də. Deməli, nə deyir burada? Fx funksiyası tək funksiyadır. Tək funksiya yada saxlayıb mənfisini qabağa atır. F3 olacaq onda burada mənfisini verdi o tərəfə. -9 oldu. Tək funksiya olduğuna görə bu olacaq -5 F3 çıx 2 F3. Bu da bizə verəcək -7 F3. F3-ün də qiyməti -9-dur. Burada yerinə yazsam -7 vurulsun -9 olacaq müsbət 63. Deməli, düzgün cavabımız olacaq o zaman D variantı. Sonra sual 58-də koordinat başlanğıcından keçmək üçün B olmamalıdır. Olacaq B variantı. Çünki burada plus B yoxdur, plus 0 var. Ona görə koordinat başlanğıcından keçdi. Sual 59-da həll etsək. Deməli, uşaqlar, baxıram nəyə?
Gəlin buradan əvvəlcə bu mötərizənin açılışını yazalım. F(x) bərabərdir. A vurulsun. E, x kvadratı minus 2x üstəgəl 1 yazmaq olar. Bu öz yerində. Bir də burada parabolanın tənliyində. Baxın, bu isə x-in qiymətidir. X1-dir. Bilmirəm neçədir. Bilirəm axı, burada var da 1-dir. Deməli, bura 1 nöqtəsidir. Baxın, bura 1 nöqtəsidir. 1. Biz buradan əslində parabolanın tənliyini qura bilərik də. A lazımdır bizə. Deməli, nə edirik? Gətiririk burada x-in yerinə. Bunu açmağa ehtiyac yoxdur. Elə orada verilən misaldan yazsaq kifayət eləyəcək. Və misalın özündə x-in yerinə yazacağıq oradan 0. A-nı tapmaq üçün. Y-in də yerinə 2 yazacağıq. Olur onda nə? 2 bərabərdir. A vurulsun. 0 çıxılsın 1-in kvadratı. Buradan alıram ki, A bərabərdir 2-yə. Onda misalı qururam belə. F(x) bərabərdir. 2, x çıxılsın 1-in mötərizə kvadratı. Mənə lazımdır f-3. Gətirəm x-in yerinə -3 yazıram. F-3 bərabərdir. 2 vurulsun. -3 çıxılsın 1-in kvadratı. Eləcək 2 vurulsun. Bura -4 kvadratı 16. 2-ni 16-ya vuranda eləyəcək cavabımız 32. Sonra sual 60 uyğunluqdur. 60 yazmayacağım uyğunluğu. Çünki əvvəldə elə K 0-dan böyük, B 0-dan böyük qaydaların hamısını demişik bir-bir. 51-də. Lap izaha baxandan sonra düzgün cavab kimi mənə yazarsınız. Başa düşməsəz izah eləyərəm. Sual 61-də. Ən böyük qiymət soruşur. Ən böyük qiymət olmaq üçün məxrəc özünün ən kiçik qiymətini almalıdır. Məxrəcdə ən az nə yaza bilərəm? X-in yerinə 0 yaza bilərəm. Qaldı 21 bölünsün 3 olacaq o zaman cavabımız 7. Baxıram indi sual 62-yə. 62-ci sual qəliz görünsə də çox rahat sualdır. Baxıram burada f(x) və gx funksiyası veribdir. F(x) funksiyası, baxın bu əyri xət f(x) funksiyasıdır. Görürsünüz, öz üstünə göstərib də. Bir dəqiqə. Mən sizə burada bir şey göstərmək istəyirəm. Oldu f(x) funksiyası. Bir də digəri də gx funksiyası. Gx funksiyası da bu düz gedən funksiyadır. Beləsinə gedək. Olar. Burada bir dənə nöqtə var. Bir dənə yox da bir neçə nöqtə var. Bax, burada funksiyanın qiymətləri bərabərdir. Burada funksiyanın qiymətləri bərabərdir. Burada funksiyanın qiymətləri bərabərdir. Yəni, f-3 nədirsə, j-3 də eyni şeydir. f1 nədirsə, j1 də eyni şeydir. f5 nədirsə, j5 də eyni şeydir. İndi nə edəcəyik? Burada hesablayıram. Bax, nə verib bizə buradan? J funksiyasını verib. Jx bərabərdir 2x üstə gəlinsin 3. Mənə lazımdır. F5 lazımdır. F5 elə J5 deməkdir. J5 bərabərdir. X-in yerinə 5 yazanda 2 vur 5 üstə gəl 3. Eləyəcək bu 13. Bu 1. Keçirəm indi J-3. J-3. X-in yerinə -3 yazıram. 2 vurulsun -3. Üzərinə gəlinsin 3. -6 plus 3 elədi -3. Bir də lazımdır F1. Yəni F1 də elə J1 deməkdir. 2 vurulsun 1. Üzərinə gəl 3. Eləyəcək bu da 5. Gətirin qiymətləri yerinə yazalım. Burada F5-in özü 13. 2-ni vururam FC -3-ə. -3 elədi -6. Bir də 1-in də özü qiyməti 5 idi. Bu da neçə eləyəcək? 12. Deməli, düzgün cavabımız oldu. D variantı. Sonra sual 63-də ən böyük qiymət soruşur. X-in yerinə mən ən kiçik yazmalıyam ki, cavab böyük alınsın. Bura 0 yazanda nə alınır? Bunu artıq belə yazanda yuxarıda da X var. Dəyişəndə var idi X, yox idi. Ən böyük qiymət almaq üçün məxrəc özünün ən kiçik qiymətini almalıdır. Bunu ayrı-ayrılıqda da yaza bilərik əslində. X-in yerinə qiymətlərini. Bir dəqiqə. Məsələn, X-in yerinə tutalım ki, 1 yazıram. 1 yazsam nə alacam burada? 12 bölünsün 10. Yəni 1/10-2. X-in yerinə 2 yazsam 24 bölünsün 13. 24-ü 13-ə böləndə bir dəfə 13 düşür. Eləyir 1/13-də 11. Bunu əslində belə yox. Gəlin törəmə ilə yazaq. Bir də belə biz nə qədər ədəd axtaracağıq axı. Ən böyük ən kiçik qiymət tapmaq üçün törəmə ən yaxşı yoldur. Funksiyanın törəməsini tapırıq. Sonra x-in cavabını da aldığımızda misalın özündə yerinə yazırıq. Törəməni tapanda uşaqlar
Birinci, kəsr olduğuna görə sürətin törəməsi 12x-in törəməsi vurulsun məxrəc. Çıxılsın məxrəcin törəməsi vurulsun sürət. Məxrəcdə isə məxrəcin kvadratı. X kvadrat plus 9-un mörtəzədə kvadrat. Onsuz da məxrəcdən bir işimiz yoxdur. Bizim əsas sürət lazımdır. Bizə sıfıra bərabər çevirən qiymət sürətdir. Yuxarıda 12x-in törəməsi 12, mörtəzədə x kvadratı üzərinə gəl 9. Bunun törəməsi 2x, burada da 12x. Bərabərlərim sıfıra. 12x-in kvadratı üstə gəlinsin 108, çıxılsın 24x-in kvadratı bərabərdir sıfıra. Buradan da mənfi 12x-in kvadratı bərabərdir mənfi 108-ə. X-in kvadratı 9, x oldu 3. X-in yerinə gətirək 3 yazıq. Mənfini yazmıram, çünki mənfi yazsam kiçik alınacaq. Ona görə ehtiyac yoxdur. 12 vurulsun 3, bölünsün 3-ün kvadratı üstə gəlinsin 9. Yuxarıda 36, aşağıda da 2, 9, 9, 18. 36-nı 18-ə böləndə qalacaq 2. Deməli, düzgün cavabımız oldu 2. Gəldik 64-ə. Funksiyada nə deyir? Mənası var deyir. Mənası olmaq üçün kökaltı ifadə demişik ki, sıfırdan böyük olmalıdır. Niyə eləyəcək? Hər iki kökaltı ifadəni sıfırdan böyük götürəcəm. Bax, buradakini sadəcə sıfırdan böyük, amma buradakini sıfırdan böyük bərabər. Çünki biri məxrəcdədir, biri məxrəcdə deyil. 4x plus 6 böyükdür, bərabərdir sıfırdan. 4x böyükdür, bərabərdir mənfi 6-dan. X də böyük bərabərdir. 6-nı 4-ə böləndə mənfi 1,5 düşdü. Bu bir həll. Keçirəm indi digərinə. 11 çıxılsın 2x böyükdür sıfırdan. Buradan 2x kiçikdir 11-dən. X də kiçikdir 5,5-dən. Deməli, həllimiz mənfi 1,5-dən böyük, 5,5-dən kiçik olmalıdır. 5,5 belə. İndi bunu da nə yazıblar? Nə deyir indi burada? X-in hansı qiymətlərində? Hansı variant oldu? Hə, var da A variantı. Cavab oldu A variantı. Gəldik. Sual 65-ə. Hə, parabolanın qrafikinin qurulmasına aiddir. Deməli, qollar aşağıda, qabağı mənfi olmalıdır. Y variantını atırıq, D variantını atırıq, B variantını atırıq. X-in qiyməti mənfidirsə müsbət, müsbətsə mənfi götürəndə elə A variantı qalmış olacaq. Gəldik 66-ya. Deməli, x-in yerinə 7 yazanda y-in də yerinə A yazmaq lazımdır. Yazıram onda 7 bərabərdir 2A çıxılsın 5-ə. Buradan 2A bərabərdir. 5-i sağa keçirəndə toplanacaq 7 ilə eləcək 12. A bərabər oldu 6. Bu oldu 6. Üstə gəl. Keçirəm indi y-in qiymətini hesablamağa. Daha doğrusu b-nin. X-in yerinə b, y-in yerinə 3 yazıram. Onda olacaq 2b çıxılsın 5 bərabərdir 3-ə. 2b bərabərdir 8-ə. B də bərabər oldu 4-ə. 6 ilə 4-ün cəmi eləyəcək 10. Nəyi səhv elədik? X-in yerinə 7. Hə, mən yerinə səhv yazdım. Bax, X-in yerinə 7 yazıb deyib, Y-in yerinə 7 yazdım. Qırmızı yolla səhv yazdıq. X-in yerinə 7 yazanda olacaq onda nə? A bərabərdir. 2 vur 7 çıxılsın 5. A da eləyəcək 14 çıxılsın 5, 9. 9 biri, 4 biri. Cəmi 13 eləyəcək oldu A variantı. Sual 67-də o x-in kəsişmə deyirsə, deməli y-in yerinə 0 yazmaq lazımdır. Y-in yerinə 0 yazanda 7x plus 21 bərabərdir 0-a. 7x bərabərdir mənfi 21-ə. X oldu mənfi 3. Deməli, x-in qiyməti mənfi 3-dürsə, y-in də qiyməti 0-a bərabərdir. Mənfi 3 0 olacaq onda B variantı. Funksiyanın sıfırlarını tapın deyəndə funksiyanı 0-a bərabərləşdiririk. Yazırıq mənfi 20x bərabərdir 0-a. Buradan da x bərabər oldu 0-a. Deməli, düzgün cavabı oldu 0. 69-da x-in yerinə 3 yazırıq, y-in yerinə yazırıq nəyi? 0-ı. Olacaq onda 3a plus a plus 5 bərabərdir 0-a. 4a bərabərdir mənfi 5-ə, a da bərabərdir. Mənfi 5-i 4-ə böləndə mənfi 1,25 düşəcək. Olacaq onda B variantı. Sual 70. 70-də deməli nə olacaq? Biz burada x-in yerinə mənfi 3, y-in də yerinə 5-i yazmalıyıq. Mənfi 3 yazanda kök altından 9 çıxılsın 3m, üstə gəlinsin 10. Bərabərdir 5-ə. Buradan kök altında 19 çıx 3m. Kökdən çıxarsam buraya yazacağam 25. 3m bərabərdir. 19-dan 25 çıxanda mənfi 6, m oldu mənfi 2. Gedirəm kök altında m-in yerinə mənfi 2 yazıram.
Olur onda kök altında x-in kvadratı çıxılsın 2, x üstə gəlinsin 10. Qiymətlər çoxluğu 4 asidir üstürüdür. 4 vurulsun 1, vurulsun 10, çıxılsın 2'nin kvadratı 4 bölünsün 4. Yuxarıda eləyəcək 36 bölünsün 4, 9. 9'dan çıxacaq 3. Cavab olacaq 3'dən müsbət sonsuzluğa. Düzgün cavabımız oldu B variantı. Sual 71'də. Təyin oblast deyəndə kökaltı ifadənin sıfırdan böyük bərabər. X plus 4 böyükdür bərabər sıfırdan, x də böyük bərabərdir. Mənfi 4'dən deməli cavab olacaq. Mənfi 4'dən müsbət sonsuzluğa. Olacaq onda Y variantı. Sual 72. 72'də baxıram ki, təyin oblast deyir. Deməli, birinci kökaltı ifadə, bunu mən belə yazıram. X kvadratını əvvələ keçirdirəm. Üstəgəl 7, x çıx 10. Normal qayda kimi görək. Bu sıfırdan böyük bərabər olmalıdır. Hər tərəfi mənfiyə vursaq, x kvadratı minus 7x plus 10 kiçik bərabər 0. Bu 7-dən tənlin köklərinin cəmi etməlidir 7, hasili də etməlidir 10. Deməli olacaq 2 ilə 5. Deməli x-imiz 2 ilə 5'in arasında yerləşir. İndi buradan moduldan çıxardığında 2 ilə 5'in arasında yerləşən ədəd 5'dən az olacaq. Deməli moduldan çıxanda 5 minus x olacaq. Üzərinə gəl. Bu toplamadır. Olduğu kimi yazırıq. Heç bir ifadəyə baxmağa gərək yoxdur. Axırda x-imiz 2'dən böyükdür. Deməli burada olduğu kimi çıxacaq. Sadəcə qabaqda mənfi var deyə işarə dəyişəcək. Olur mənfi x plus 2. X-lərə fikir versəm, görürəm ki, mənfi x mənfi x oldu. Mənfi 2x, bu da müsbət 2x. Getdilər. Yerdəki ədədləri toplasaq, eləcək 9 tam onda 1. Yəni düzgün cavabımız olacaq onda B variantı. Sual 73'də. Deməli, nə olacaq 73'də? Burada, bu tipli suallarda kökaltı ifadəni ayrıqlı sıfırdan böyük bərabər götürürəm. 3x böyükdür bərabər sıfırdan, x də böyükdür bərabərdir sıfırdan. Bu 1. Bir də 3 minus x böyükdür bərabər sıfırdan, x də kiçikdir bərabərdir 3'dən. Deməli, sıfırdan böyük olmalıdır, 3'dən kiçik olmalıdır. Yəni 0 ilə 3'ün aralığında. Oldu A variantı. Sual 74 son sualdır. Təyin oblast deyil. Kökə məxrəzdəki ifadəyə baxacağım. Sürət onsuz da x-in yerinə hər şey yazmaq mümkündür. Sadəcə məxrəzdəki ifadəni sıfırdan böyük götürəcəm kök altında olduğuna görə. Böyükdür sıfırdan. Buradan da 1,4x mənfi. Böyükdür mənfi 0,7. X də kiçikdir. Olacaq 5. Düz oldu da. Hansı variantdır? Mənfi sonsuzluqdan 5'e yoxdur. Hə, B variantı. Deməli, düzgün cavabımız oldu B variantı. 74 sual et deyəsən. Hə, oldu. Sağ olun, salamat qalın.